Salam, hörmətli izləyicilər, xəstəmiz Vidadəmir Bellaqandan bizə gəlib. Deməli, ona səhv olaraq, yanlış olaraq, kognitiv simptomlara görə Parkinson diaqnozu qoyulub. Əslində xəstədə getdikcə artan burun danışığı, nitqin itməsi, ağızdan su axma onu göstərir ki, o miasteniya xəstəsi və ALS xəstəsidir. Miasteniyanı ALS-dən fərqləndirmək üçün biz burada MEG elədik və prazerin tətbiq elədik, kalimin tətbiq elədik. Dərhal xəstə danışmağa başladı və danışmağa başladı, amma bura gələn anda danışa bilmirdi. Hecanı belə deyə bilmirdi. 2 ampula prazerindən sonra xəstə adını deyə bildi ki, biz dürüstləşdirib buna, indi analizlərimizin nəticəsi çıxacaq, miasteniya diaqnozunu qoyub ki, artıq qoymuşuq, 90%, 10% analizlərin nəticəsi əlimizə gələndən sonra daha dəqiq təsdiqləyəcək və kalimin prazerindən xəstə normal həyatına dönəcək. Halbuki 5 ildir Parkinson diaqnozu ilə müalicə olunub, getdikcə vəziyyəti ağırlaşırdı. Nakomu qəbul edilsə, vəziyyət xəstənin ağırlaşırdı. Adın nədir? Familiyan nədir? Tətiyə. Haram qutarıbsan? Ağzıların texnologiya. Baxırsınız mı? Burun danışığıdır. Bayaqdan bir kəlmə belə danışmırdı, ağzının suyu axırdı. Ağzının suyu dayanıb, bu dəqiqə elə deyil. Ağzının suyu dayanıb, bax elə bugün. Və danışığı da düzəlib. Xəstəmizdə gözəl nəticə əldə edib sizlə paylaşana qədər sağ olun.